Salam əziz, MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 18 iyun tarixində sertifikasiyanın qəbuluna düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib, şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Vaxt itirmədən keçək suallara. Birinci sualda deyir ki, şagirdlərə məktəbin tavanı üçün trapesiya formasında güneş paneli hazırlamaq tapşırılır. Ölçülər verilir və model qurulmalıdır. Fikri inteqrasiyanın hansı növünə uyğundur? Biz demişik ki, harda model, plan, layihə, proqnoz bu kimi fikirlər görəndə bilməliyik ki, fən üstüdür. Fən üstü variantlarımız oldu B, C, D bəndləri. Və mən baxıram ki, burada fəndaxillik məqam yoxdur. Fəndaxili orada olur ki, Azərbaycan dili, ingilis dili, yəni dillə bağlı olan fənlərdə fəndaxili, yəni üfüqi inteqrasiya olur. Çünki məzmun xəttləri arasında əlaqə olur. Oxu, yazı, dil qaydaları, dil nəyi anlama bu kimi fikirlər arasında. Yəni 1-45 dəqiqə ərzində mən həm oxuyuram, həm yazıram, həm dinləyirəm, həm anlayıram. Bu səbəbdən dil üzrə olan fənlərdə fəndaxili inteqrasiya olur. Amma burada dildən söhbət getmir. Trapesiyadan söhbət gedir. Güneş paneli hazırlayır, ölçü verir, model qurur. Deməli, burada texnologiya və riyaziyyat fənləri arasında əlaqə var. Olur fənlər arası və fən üstü. Cavab D bəndi olmuş oldu. 1 D-dir. İkinci suala baxırıq. 2-də nə deyir? Şagird dərslərində fəal məsuliyyətlidir, lakin digər yoldaşları o suallara cavab verə bilmədikdə onu qınayır, lağa qoyur və aqressiv yanaşaraq ələ salırlar. Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəlidir? Baxaq, müzakirəni planlaşdırarkən mövzunu ən zəif şagirdlərin səviyyəsini nəzərə alaraq müəyyənləşdirməlidir. Burada zəif şagirdləri yox, ümumi, yəni mövzu ilə bağlı, ümumiyyətlə müəllim yalnız zəif şagirdləri yox, hər səviyyədən, yəni orta səviyyə, yuxarı səviyyə, aşağı səviyyədən olan şagirdlərin, yəni bilik baxımından deyirik əlbəttə ki, hamısı nəzərə alınmalıdır. Ancaq burada məsuliyyətdən, şagirdlərin ünsiyyətdən söhbət gedir, mövzudan yox, ona görə bir olmaz. 2-də deyir, müzakirə zamanı şagirdlərin irəli sürdükləri fikirlərin dəyərləndirilməsi aparılmamalıdır, əksinə aparılmalıdır. Müəllim şagirdlərə qarşı aşağı gözlənti nümayiş etdirməlidir. Müəllim ümumiyyətlə yuxarı gözlənti nümayiş etdirməlidir, ancaq bu mövzu ilə əlaqəli deyil. Buzqıran strategiyasından istifadə edərək şagirdlər arasında empatiya hissini formalaşdırmalıdır. Bəli, empatiya nədir? Özünü qarşı tərəfin yerinə qoymaq. Ona görə 4 doğrudur. Şagirdləri görməzdən gəlməlidir. Xeyr, bu çıxış yolu deyil. Şagirdə akademik mentor, köməkçi kimi təyin etməlidir. Bəli, istiqamətləndirici, ona bir yəni yoldaşına yönəltsin, yoldaşını istiqamətləndirsin. Bu gözəl addımdır. 4-6 doğrudur. 7-də deyir, çoxlu tapşırıq verməlidir. Bu yanlış addımdır. Və sosial-emosional öyrənməyə görə həmin şagirdə zəif şagirdlərlə işləyərək empatiya hissini qazandırmalıdır. Bu gözəl addımdır və onlar arasında ünsiyyət formalaşdıqca buzlar da ərimiş olur. Ona görə 4, 6, 8 doğrudur, C bəndi. 3-cü sualda deyir, ilk dərs günü sinifə yeni gələn şagirdi sinif yoldaşları geyiminə görə ələ salırlar. Nəticədə şagird özünü sinifdən təcrid olunmuş hiss edir. Problemi aradan qaldırmaq üçün müəllim nə etməlidir və bu fikir bullyingin hansı növünə aiddir? Belə deyim, mən sualları, yəni müəllimlər, imtahana gedən müəllimlər deyiblər. Mən onlar əsasında, yəni bu tip sualları hazırlamışam ki, yəni bu mövzulardandır. Sırf bu formatda olmasa belə, mən özüm bu formatda eləmişəm ki, biləsiniz hansı mövzudan nə tipdə suallar düşür. Yəni birdən deyərsiniz ki, müəllim eyni deyil, o baxımdan deyirəm. Burada deyir, şagirdləri konstruktiv rəylə ruhlandırmağa çalışmaq. Burada konstruktiv rəy gözəl adımdır, ancaq bura ilə əlaqəsi yoxdur. Yəni inkişaf etdirici rəyin bu yəni situasiya ilə əlaqəsi yoxdur. Şagirdlər arasında əməkdaşlıq, dostluq formalaşdırmaq gözəl addımdır. Qolman nəzəriyyəsinə əsasən. Şagirdləri yumşaq bacarıqların inkişafından təcrid etmək əksinə yumşaq bacarıqlar olmalıdır ki, sosial-emosional öyrənmə formalaşsın Qolman nəzəriyyəsinə də əsasən. Anlaşılmazlıqları müzakirə etmə bacarığını təkmilləşdirmək, bu da gözəl addımdır. Konfliktləri həll etmək bacarığını inkişaf etdirmək, bu da gözəl addımdır. Amma variantlara baxaq. Burada vasitəli bullying yoxdur, kiberbullying yoxdur, tədris bullyingi, məqsədsiz bullying yoxdur. Burada sosial bullyingdir. Yəni ki, cəmiyyətdən təcrid eləmək bullyingidir. O da 2Y bəndi olur. Cavab C-dir. 2Y olandır. Keçirik 4-cü suala.
Şagird layihə hazırlamalıdır. Fikrinizi elə əsaslandırın ki, qarşı tərəfi layihənin düzgünlüyünə inandıra biləsiniz. Fikri idrak taksonomiyasının hansı mərhələsinə, hansı iş üsuluna aiddir? Baxaq. Layihə hazırlamalıdır. Bu fənüstü inteqrasiyadır. O qədər fənüstü fənlər arasında demişik ki, birinci ağlımıza gəlir. Yaradıcı təfəkkürdür. Ancaq yəni layihə olanda yaradıcı təfəkkür yaratmaq olmalıdır. Amma burada ardınca nə deyir? Fikrinizi elə əsaslandırın ki, qarşı tərəfi layihənin düzgünlüyünə inandıra biləsiniz. Yəni debat iş üsulundan istifadə olunur. Qarşı tərəfi sən inandırmalısan. Sən fikrini mənfi, müsbəti elə fikir əsaslandırmalısan ki, qarşı tərəf ona inansın. Bu da dəyərləndirmək və tənqidi təfəkkür əsaslanır və debatdır. O da olur 3B bəndi, yəni Y. 3B, yəni Y bəndi olmuş olur. Amma eləcə layihə hazırlamaq olsa yaratmaq, yaradıcı təfəkkür olardı. Cavab ona görə 4-də olur Y bəndi. Sonra interaktiv təlimə aid olmayan fikir istəyir. Həyati bacarıqlar formalaşır, doğrudur. Ancaq 2-də deyir, müəllim mərkəzidir, xeyr, şagird mərkəzdə olmalıdır. Müəllim təlimat verməlidir, müəllim istiqamət verməlidir. Rəqabətə əsaslanan olmamalıdır. Ona görə 2, 3, 4 yanlışdır. Tənqidi düşüncə formalaşır, bəli. Effektiv mühit yaranır, bəli. Ondan sonra görək nə deyir sonra. Mühazirə tipli metod olmalıdır. Bu da ənənəvidədir. Ona görə 2, 3, 4, 7 bizim yanlış variantlarımızda aid olmayan istəyirdi. O da B bəndindədir. Keçək 6-cı suala. Formativ qiymətləndirməyə aid olmayan fikir istəyir. Şagirdi olduğu yerdən hədəf aparmalıdır, bəli. Hər bölmənin əvvəlində aparılmalıdır. Bu diaqnostika aid olur. Gələcək yönümlü olmalıdır, doğrudur. Davamlı inkişafı təmin etməlidir, bəli. Təlim nəticəsi ilə uyğunluq təşkil etməlidir. Çünki formativ gündəlik qiymətləndirməmdir mənim. Təlim nailiyyətin irəliləyişini izlənməlidir. Şagirdə müsbət təsir göstərməlidir. Çünki gündəlik qiymətləndirmədir. Nailiyyətlərin statistikasını aparmalıdır. Bu isə summativə aiddir. Cavabım 2 və 8-dir. B bəndi olur. 7-ci sualda deyir ki, iqlim dəyişikliyi mövzusunda şagird xarici ədəbiyyat araşdırıb təqdimat hazırlamalıdır. Fikri inteqrasiyanın hansı növünə aiddir? Bu ingilis dili müəllimlərinə düşən sualdır. Demişəm ki, ingilis dili fənində Azərbaycan dili, digər xarici dillərdə mütləq üfüq inteqrasiya olur. Çünki oxu, yazı, dil qaydaları, yəni məzmun xəttləri arasında əlaqə gerçəkləşir və iqlim dəyişikliyi də coğrafiya fənni ilə əlaqəli olduğuna görə coğrafiya və xarici dil arasında əlaqə olur fənlər arası və fən daxili üfüqi inteqrasiya, o da D bəndində yer alır. 8-ci sual. Hansı fikir formativ qiymətləndirməyə aid deyil? Qarşılıqlı qiymətləndirmə aiddir, çıxış biletindən istifadə aiddir, davamlı müşahidə aparılır. Özünü qiymətləndirmə yer alır, amma bölmə və yarım ilin sonunda keçirilən summativ qiymətləndirməyə aiddir. Kiçik summativ qiymətləndirməyə. Ona görə 8 oldu D bəndi. 9-a baxırıq. Müəllim şagirdə ingilis dilində oxumağa mətn verir və bitirəndən sonra mətni ümumiləşdirərək sadə esse yazmasını tapşırıq olaraq verir. Taksonomiyanın hansı mərhələsinə aiddir? Biz demişik ki, olmayan bir işin üzərində, olmayan bir məfhumun üzərində işin icrası bu yaratmaqdır. Amma olan bir məfhumun üzərində işin icrası tətbiqdir. Baxın, müəllim oxumağa mətn verib. Əlində mətn var. Mətnin üzərində iş icra olunur. Esse yazır. Esse yazırsa ümumiyyətlə esseni görəndə mən həmişə demişəm yaratmaq götürün. Amma olan bir iş üzərində olanda tətbiq olur. Olmayan bir iş üzərində olsa yaratmaq olar. Burada da mətni verib olan bir məfhumdur. Üzərində iş icra olunur. Ona görə tətbiq etmək olmuş olur. A bəndi cavabımızdır. 10-cu sualda verilənlərdən hansı şagirdlərdə maliyyə savadlığını inkişaf etdirir? Kollektivdə birgə fəaliyyət və liderlik bacarıqları nümayiş etdirir. Bu əməkdaşlıq səriştəsinə aiddir. Səmərəli istehlak davranışını nümayiş etdirir, resurslardan qənaətlə istifadə edir. Bu maliyyə savadlığına aiddir. Problemli situasiyalarda emosional sabitlik nümayiş etdirir, problemi konstruktiv şəkildə həll edir. Bu problem həll etməyə aiddir. Cəmiyyət qarşısında məsuliyyətini şərh edir, sosial layihələrdə iştirak edir, könüllü fəaliyyət ilə məşğul olur. Bu şəxsi və sosial məsuliyyətli səriştəsinə aiddir. Qərarların müsbət və mənfi nəticələrini proqnozlaşdırır. Bu da qərar qəbul etmə səriştəsinə aiddir. Cavabım B bəndi olmuş oldu. 11-ci sualda proyekt təqdim etməlisiniz. Təqdimatı elə etməlisiniz ki, sponsor onu seçsin. Fikri taksonomiyanın hansı mərhələsinə, təfəkkürün hansı növünə aiddir? Proyekt
bizə verilib, biz elə təqdim eləməliyik ki, təqdimat elə etməliyik ki, sponsor onu seçsin. Yəni biz onu o qədər ölçüb biçməliyik, əsaslandırmalıyıq, fikrimizi mühakimə etməliyik, özümüzdə debat qurmalıyıq ki, onu seçsinlər. Bu da dəyərləndirmə və tənqidi təfəkkür əsaslanır ki, mən özümdə səhvi düzü seçə bilim ki, metakognitiv bilim formalaşsın ki, metakognitiv biliyi ortalığa qoyum ki, istədiyim nəticəni də qarşı tərəfdən görə bilim. Ona görə 11 B bəndi olmuş oldu. 12-yə baxıram. Müəllim şagirdlərə layihə üzərində qrup işi verir. Qruplardan biri çox yaxşı nəticə göstərir. Ancaq məlum olur ki, qrupdakı şagirdlərdən yalnız biri çalışıb, digərləri heç nə etməyib. Müəllim burada bu vəziyyətdə necə tədbir görməlidir? Baxaq. Özünü qiymətləndirməyə üstünlük verməlidir. Ehtiyac yoxdur burada. Özünü qiymətləndirmək çünki fərdi işdə olur. Müəllim mərkəzli təlim metodundan istifadə bu ənənəvi təlimatdır. Müəllim ev tapşırığının sayını artırmalıdır. Bu çıxış yolu deyil. Müəllim fərdi iş formasına əhəmiyyət verməlidir. Bu da çıxışı çünki qrup işi ilə danışır, amma burada fərdi iş deyil. Müəllim şagirdlərə tapşırmalıdır ki, gündəlik hər bir komanda üzvü gördüyü işin hesabatını yazıb təqdim eləsin. Bu gözəl addımdır. Müəllim şagirdləri komanda şəklində fəaliyyət göstərməyə cəlb eləməlidir. Bu da gözəl addımdır ki, aradakı buzqıran strategiyasından istifadə olunaraq bu buzqıran strategiyası bunların arasındakı problemi əridir. Sosial-emosional öyrənmə formalaşmış olur. Bu da gözəl addımdır. 5-6 bəndə cavabımızdır. 13-də deyir, dərsdə kəsirlər mövzusu keçirilir və dərsi möhkəmləndirmək üçün müəllim şagirdlərə oyun qurmağı tapşırır. Görürsünüz ki, kəsir mövzusu keçirildi. Dərsi möhkəmləndirmək üçün şagirdlərə oyun qurmağı tapşırır. Əslində burada mövzu keçirilib, olan bir iş üzərində yeni bir oyun qururamsa, bu əslində olan bir iş məfhum üzərində işin icrası tətbiq etmə olmalıdır. Amma fikir verin, variantlarda verməyib. Əslində o da ola bilər. Ancaq bunlar oyun qurmağı hərənin öz beyin təxəyyülünü nəzərdə tutaraq deyir ki, yaratmaq olur. Amma heç vaxt həm tətbiqi, həm yaratmağı eyni variantda verməzlər. Bax, bunu yaddan çıxartmayın. İkisi də olsa bu səhv sual olardı. Olan bir iş üzərində işin icrası bu tətbiqdə, olmayan bir iş üzərində işin icrası yaratmaqdır. Ancaq bəzən belə məqamlar da ola bilər. Mövzunu verib, çünki ikili yanaşma da ola bilər. Biri deyə bilər ki, kəsr mövzusu verib, bəlkə həmən mövzu əsasında onu qurur və yaxud da həmən kəsr mövzusunu bilibdir, ona uyğun beynində nəyisə qurur. İkili yanaşma olur, ona görə heç vaxt həm tətbiqə, həm yaratmağı salmazlar. 13 adım. 14-də qrup işinə aid olan situasiyanı müəyyən edin. Fərd-daxili intellekt formalaşır, bu fərdi şahiddir. Əməkdaşlıq inkişaf edir, doğrudur. Fərdi əks-əlaqə formalaşır, fərdi şahiddir. Öz inkişaf dinamikasını izləyir, fərdi şahiddir. Ünsiyyət formalaşır, qrup işində olur. Şagird sayının çox olması çətinlik yaradır. Bu da fərdi işdə olan fikirdir. Cavab 2-5 A bəndi. Effektiv əks-əlaqə nədir? Şagird fəaliyyətini nəzarətdə saxlayan mexanizmdir, xeyr. Şagird nailiyyətin yekun təsviridir, xeyr. Yekun çünki summativdə olur. Şagirdin inkişafına istiqamət verən prosesdə bəli, formativ qiymətləndirmədə yer alan bir məfhumdur bu. Şagirdin davranışını tənzimləyən halda davranış nəzəriyyələrdə olur, qiymətləndirmədə olmur. Şagirdin dərsə cəlb olunması ölçən faktordur. Ölçən sözünü ümumiyyətlə harda görəndə həmişə summativi axtarın. Cavabım 15-də C bəndi oldu. 16-da doğru fikirləri seçin deyir. Şagirdin öyrənməsi üçün öyrənmə tərzlərinin nəzərə alınması vacibdir. Bəli, şagirdin öyrənməsi üçün tapşırıqların eyni olması vacibdir. Xeyr, fərqli olmalıdır. 2 yanlışdır. Şagirdin öyrənməsi üçün fəaliyyətlərin eyni verilməsi vacibdir. Xeyr, diferensial təlim əsasən fərqli olmalıdır. 2-3 yanlışdır. Şagirdin öyrənməsi üçün tapşırıqların fərqli verilməsi vacibdir. Doğrudur. Şagirdin öyrənməsi üçün tapşırıqların fərqli verilməməsi vacibdir. Bu da yanlış variantdır. Deməli cavabım oldu 1, 4. Davam eləyək. Şagirdin öyrənməsi üçün öyrənmə tərzlərinin nəzərə alınmaması vacibdir. Xeyr, alınması vacibdir və şagirdin öyrənməsi üçün fəaliyyətlərin fərqli verilməsi vacibdir. Bəli, 1, 4, 7 C bəndi doğrudur. 17-də deyir, doğru fikirləri müəyyən edin. Məktəb daxilində hər hansı bir hadisə baş verdikdə dərhal valideynlərlə əlaqə saxlanmalıdır, yanlış addımdır. Qayda sayının çox olması sinfin maksimum dərəcədə səmərəli idarə edilməsinə səbəb olacaq. 3-5 qayda kifayət edir, yanlışdır. Sinifdə səmərəli öyrənmə mühitinin qurulması sinif qaydalarının olmasından asılıdır. Xeyr, müəllim-şagird münasibətindən asılıdır, yanlışdır. Təlimin düzgün şəkildə aparılması üçün qayda və prosedurlar önəmli deyil. Onlar yalnız nizam-intizamı
nizam intizamı tənzimləyir. Xeyr, qayda da, prosedur da, gözlənti də olmalıdır. Qaydalar davranışın bir aspektini yox, bir neçə aspektini əhatə etməlidir. 5-də yanlışdır. Buzqıran strategiyalarından istifadə sinfin effektiv idarə edilməsində məqsəd doğrudur və qaydaların tərtib olunmasına şagirdlərin də iştirakını təmin etmək tövsiyə olunur. Bəli, o zaman müəllim-şagird münasibəti də formalaşmış olur. 6-7 B bəndi doğrudur. 18-də mükəmməlsən. Səndən ancaq bu performans gözləyərdim. Rəy nə üçün yanlışdır? Çünki emosiyalara yönəlik rəydir. Çünki onun şəxsinə yönəlik rəydir. Onun gördüyü işi yox, onun özünü, şəxsini tərifləyirik. Ona görə yanlışdır. Cavabım C bəndidir. Keçmişə yönəlik rəydir. Çünki keçmişə yönəlik rəydə kaş, gərək sözlər olur. İstiqamətləndirici rəy müsbət rəydir. Ancaq bu müsbət deyil. Bu onun şəxsini, gördüyü işi tərifləmir. Onun şəxsini tərifləyir. Ona görə B yanlışdır. Fəaliyyəti stimullaşdıran rəydir. Xeyr, burada fəaliyyət stimullaşdırılmır. Mükəmməl iş gördün demir, mükəmməlsən deyir, şəxsini təriflər, ona görə olmaz. Gələcəyə də yönəlik rəy deyil ki, onu, yəni ondan müsbət gözləntilər gözləsin, elə fikri yoxdur. Emosiyalara yönəlik rəydir, yəni onun şəxsinə tərif gedir. 18 C-dir. 19-da müəllim ingilis dili fənnindən ekologiya mövzusunda şagirdlərə prezentasiya hazırlamağı tapşırıb. Şagirdlər müxtəlif videolardan, mənbələrdən istifadə edərək tarixi faktlara da əsaslanaraq prezentasiya hazırlayırlar. Baxaq görək. Baxın, burada fənlər arası da var. Çünki prezentasiya var, fen üstü var, sonra ingilis dili var, tarix var, ekologiya, biologiya var, coğrafiya, yəni əlaqəlidir, fənlər arasıdır və ingilis dildə demişəm olanda fən daxili üfüqi inteqrasiya olur. O da A bəndində yer almış oldu. Yəni inteqrasiyanın üçü də burada yer almış oldu. Keçək 20-ci sualımıza, sonuncu sual. Şagirdə oxuduğu mətnə əsasən, şagird oxuduğu mətnə əsasən esse yazır. Baxın, olan bir məfhum üzərində işin icrası tətbiq etmədi. Olmayan bir şey üzərində işin icrası olsaydı, eləcə şagird esse yazır desək, yaratmaq götürərdim. Cavabım 20-də də A bəndi olmuş oldu. Bu qədər, uğurlar.